Buyurun, bu sizin invoisunuzdur. Banka yaxınlaşıb ödəniş edirsiniz. Ödənişdən sonra yaxınlaşırsınız, müqavilənizi bağlayırıq. 3 ay ərzində də avtomobil sizə təhvil verəcək. Çox sağ olun, minnətdaram sizə. Sağ olun. Bəyəxtdən çağırıram mən səni. Baxmısan, nə işin var? Sonra olsun da məhəbbət. Nə gəlsən sən burada, ha? Hə, məhəbbət. Qoca deyim də, şok xəbər. Amerikadan maşın sifariş eləmişəm. Gəldim Amislayın Bakıya ki, bunların vasitəsilə gəldim. Biz də bombalar qısqadılar. Bir dəqiqədən belə şeydə tələsmək olmaz. Bilirsən nə qədər maşınlar çıxıb yalanla maşın gətirirəm adından deyirlər, get türü maşın gətirirlər. Gəl nə bilim bir maşını 15 livara satırlar. Var çox deyirlər. Elə mən sənə bir dənə yer deyil. Get rahat orada sən o maşın gətirmə məsələni həll elə. Bax, həm ucuz, sığortalı, ondan sonra vaxtı-vaxtına təhvil, bir də işte mən 5 manat 3 manat satmayanda narahat olma. Özləri əlavə qoyurlar sənin əvəzinə pulu, gələndə qaytarsan. Elə harda var elə ki? Harda var? Bir dənə deyə bilərsən. Ay sağ ol. Gedə göstərim mənə mənə. Hə, həcə də göstər. Birdən 20-lik ver sonra ona da bu da işləyir. Yek oğlan sən. Olar 2 dənə də onu qoy. Sonra hara getsən? Deyə bura da Amex Line. Bizə burada. Yəni deməsəm sən düz ünvandasan da. Bunlar da cəməli maşın gətiriblər amma etibarına. Mən özüm buranı bilirəm. Sən mənə deyəcək başqa yer var. Ay sərfəlidir. Aynen belədir. Deməli sən indicə əl sıxdın gedib başqa şirkətdən danışmaqsan. Yekçi oğlasına yalanla sinəni şirkətməndir. Adam da gərək vicdan yüz olsun. Oy, başqa getsən də deyəcəm sən ki başqa şirkətdən müqavilə Ay, ayıbdır, məhəbbət. Yaxşı, bir dənə 20-lik verirsə onu şey eləyim. Sən nətən şərböhtansına hardan? Şərböhtan, ne bu cür şirkət göstərdin? Xeyirli olsun, xeyirli olsun.